Saçlarımı necə belə gözəl şəkilləndirdiyimi bilmək istəyirsinizsə, bu videonu izləyin. Salam gözəl xanımlar, xoş gördük hər birinizi mənim YouTube kanalımda. Mənim adım Süreyya Farzəlayevdir. Burada mövzu makyaj, kosmetika, qulluq, baxım, saç, bədən, ümumiyyətlə qadınlara aid olan bir çox şey. Əgər maraqlıdırsa səhifəyə abunə olun, zəng düyməsinə klik edin ki, hər bir yeni videodan xəbərdar olasınız. Həmçinin bu videoya like'larınızı qoyun. Gəlin saçlarımız qurumamış başlayaq. Saçlarımı belə bir şampunla yudum. Sözün düzü bugün ilk dəfə bu şampunla yumuşam. Hər zaman bununla yuyurdum. Bu məhz buruq saçlar üçündür. Bu isə nəsə arqan yağlı bir şeydir. Saçlarım quru olduğu üçün düşündüm bəlkə də xeyri olar. Üzərindən isə bu kondisioneri vurdum. Bunun da yenə şampununu, saç kremini, hər şeyini istifadə edirəm. Şampunu da buradadır məndə. Və ilk dəfədir ki, bu qədər çox şampun istifadə edirəm. Yəni hamısının bir arada. Mən adətən birini istifadə edirəm, maksimum ikisini. Digərlərini ehtiyatda saxlayıram. Bitəndə yavaş-yavaş açıb istifadə edirəm. Amma indi bugün baxıram ki, məsələn, ilk dəfədir ki, 3-4 şampunu yəni bir yerdə duşda açıq vəziyyətdə saxlamışam. Eyb yoxdur, onsuz da bunların hamısının müddəti 12 ay. Yəni bir ildir. Bir ilə qədər əlbəttə ki, çoxdan qutaracaq. Qeyd edeyim ki, video çox uzun olan deyil, çünki mən saçlarımı 50 dənə şey istifadə eləmirəm. Bundan bir ay qabağa qədər elə idi həqiqətən də maska, krem, o, bu, yağ falan filan. Amma indi yox, indi o qədər şey istifadə eləməyə halım yoxdur. Krem istifadə edəcəm. Bu krem L'Oreal Paris'dən Elsev'dir. Elviv yazılıb bura. Elviv Dream Long Curls seriyasındandır. Buruq saçlar üçündür. Və mən bunları əlimdə biraz isidirəm kremi, sonra isə saçlarımın uclarına tətbiq edirəm. Uclardan yox, haradasa buradan aşağıya doğru tətbiq edirəm. Məhz indi saçlarımı daraya bilərəm, çünki krem mənə kömək edir ki, onlar daha da yumuşaq olsunlar. Saçlarım deyirəm, darağım da yenə həmin bu seriyadan idi. Mən, amma yazısı gedibdir. Mən bunları bütün bir nabor şəklində almışdım. Bir rəfiqəmin tövsiyəsi ilə içərisində kondisioner, muz, krem, maska, şampun, daraq, hər şey var idi. Yəni, buruq saçlar üçün nəzərdə tutulub. Gəlirik əsas məsələyə, Dysona. Mən bu rəngini seçmişdim. Əslində bu qutunun içərisində olan başlıqlardan istifadə eləməyəcəm. Mən diffuzer başlıq istifadə eləyəcəm. O isə ayrıca bir qutuda gəlmişdi. Yəni onun bura yerləşməyi mümkün deyil. O daha yekə olur. Hansı başlıqlar var onlara göstərmək istəyirəm. Belə bir başlıq. Burada bir dənə nəsə qalıb. Sonra belə bir başlıq var. Bu da çox rahat işləyir. Məşhur həmin o buran başlıq, çox qızın sevdiyi, çox adamın da başa düşmədiyi, nifrət elədiyi ki, heç bir şey eləmir. İstəyirsinizsə bir dəfə də bununla bir video çəkərəm ki, əslində necə eləsə, həqiqətən də o buruqlar qalır. Çünki çox adam dağıldığını iddia eləyir. Nə eləmək lazımdır ki, məhz qalıcı olsun, necə istifadə eləmək lazımdır. Belə bir başlıq var və qurutmaq üçün belə bir başlığı var. Məndəki rəng isə narıncı və belə bənövşəyi rəngdədir. Bunu seçdim. Airwarp belə adlanır deyəsən. Adını qeyd eləyərəm. Və qeyd edeyim ki, bir neçə istifadədən sonra bunu açmaq lazımdır, yumaq lazımdır, qurutmaq lazımdır, sonra təzədən yerinə taxmaq lazımdır. Əks halda işləməyəcək. Əgər görsəz ki, burada işıq yanır, sönür, o zaman demək ki, artıq filtri dəyişmək lazımdır. Və içərisində bir də belə bir əşya gəlir. Bununla da yenə bunu çıxardandan sonra bu hissələrə taxıb orada tozu falan filan təmizləyirsən. Təqribən, təxmini belə ayırıram və başlayıram. Və Dyson'la hər şey çox rahatdır. Başlıqları taxmaq falan filan. İndi başlayırıq. Bu soyuğa yox, ortadakı istiyə qoyuram. Yuxarıdakı isə ən istidir, ona qoymuram. Burada da yenə bu havalandırmanı ikinciyə qoyuram. The sun is shining bright like a colorful aurora. Düzü saçlarım qısa olanda
bununla işləmək daha rahat idi. Siz saçlarınızın daha buruq və bu buruqların da qalıcı olmasını istəyirsinizsə, muz istifadə edə bilərsiniz. Mən də əvvəllər muz istifadə edirdim, amma artıq istifadə etmək istəmirəm. Tək krem mənə kifayətdir, çünki muz istər-istəməz onu hər gün yumalısan və hiss edirəm saçlarımda onu. Ona görə də artıq vurmuram, amma dediyim kimi siz istəyirsinizsə muz vurub daha qəşəng buruqlara, qalıcı buruqlara sahib ola bilərsiniz. Mənə isə bu görüntü belə qane eləyir. Təbii bu firmanın kremini istifadə edərkən və Dyson'ın bu diffuzerini istifadə edərkən o zaman buruqlar daha fərqli idi. Bu məncə bunun kremindən biraz zəifdir, bir tık zəifdir. Amma bu effekt də pis deyil. Həm də bu krem vasitəsilə saçlarımı yüngül hiss edirəm. Yəni belə bir ağırlıq yoxdur. Qəşəngdir, rahatdır, pis deyil. Sizdən xahiş etmək istəyirəm ki, səhifəmə abunə olun, zəng düyməsinə klikləyin ki, hər bir yeni çıxan videodan xəbərdar olasınız. Həmçinin bu videonu bəyəndinizsə, like qoyun və fikirlərinizi rəylərdə yazın. Siz necə Dyson'ı bəyənirsiniz, bəyənmirsiniz, ümumiyyətlə almağı lazım bilirsiniz, yoxsa yox. Saçlarınız necədir, buruqdur, düzdür, onları şəkilləndirməkdə hər dəfə çətinlik çəkirsiniz, çəkmirsiniz. Bütün bu fikirlərinizi mənimlə bölüşsəniz çox-çox sevinərəm. Öpürəm, qucaqlayıram, sağ olun.